Yol deyim bir dənə. Qoy deyim, buna fikir verin, buna əməl eləyin, xeyrin görərsiniz. Yol. 1. Tərk olunması asan olan günahları tərk eləyin. Bəzi günahlar var, çətindir, bəziləri asandır. Biz çox vaxt asan günahları eləyirik. Otururuq, qeybət eləyirik. Heç bir bizə lazım deyil o. Bir ləzzəti də yoxdur. Heç nə. Sənin üçün bir şey ki, mübarizə istəmir, onu eləmə. Bundan başlayır. Çox asan günahlar var ki, asandır onları tərk eləmək. Hər ən də asan fərqlidir. Biri üçün bu asandır, biri üçün bu. Çətinləri yaxşı, hələ deyən, hələ qoyaq. Çətindir, mübarizə aparsan, bacarmırsan, eləyirsən, yaxşı. Gəl başlayaq asandan. Hansı günahlar ki, sənin üçün böyük zəhmət tələb eləmir? Sadəcə diqqətsizlikdən üzr istəyirəm, cavanlar demişkən, özünü buraxıb o günahları eləmə. Heç nə, sənə böyük bir zəhmət bahasına deyil, sadəcə bir balaca özünə nəzarət elə. Onu eləmə. Hansılar ki, asandır? 2. O savablar ki, onları əldə eləmək çətin deyil, onları elə. Nə ki, asandır savablar, çətin işləri eləmək yaxşı. Asan günahları, asan savablardan başla, ikisindən. Asan günahları tərk eləmək, asan savab işləri görmək. Amma yaddan çıxmasın. Şeytan gəlib yadından çıxardacaq. Heç nə deyib, bu kağızı götürür, apar, cənnət sənə vacibdir. Yoldan təmizlə, bir daşı. Bu asandır, amma əvəz, asan da çətindir. Bir dənə daşı götür, qoy qırağa məsələn. Deyir, məsələn, atanın üzünə baxmaq, ananın üzünə baxmaq, həcc savab yazılır. Otur, bax o niyyətə, məsələn. Nə bilim, asan o qədər işlər var. Hansı yer ki, çətindir, sənə o savab eyb yoxdur, onu elə saxla. Asan işləri gör. Və hansı günahlar ki, asandır sənin üçün tərk eləmək. Bunun üçün məşq eləmək lazımdır. Mən həmişə demişəm, bəzi yerlər var ki, məsələn, günah da deyil, ürəyin istəyir, məsələn, filmdir, məsələn, deyil, halaldır filmdir. Ya bir verilişdir, halal. Amma çox da faydalı deyil. Halaldır, amma çox faydalı deyil. Baxırsan, məsələn, və çox da cazibəli deyil ki, ölərəm baxmasam, hə? Oturmuşsan baxmağa, birdən dinən kimisi, biraz istəyirsən, dinən ki, qoy söndürüm, gedim yatım. Məsələn, ya gedim başqa. Bu, kiçik mübarizələr var. Çox çətin deyil sənin üçün, çox cəzb eləmirsən. Sadəcə bir yerdə özvə yox dinən. Yemək yiyəndə məsələn deyir, bir tikəni gözünü tutub dinən ki, yox. Harada sən özvə yox deyə bildinsə, asan yerlərdə dinən eyb yoxdur. Bu yolun başlanğıcıdır. Bunu davamlı eləsəz görəcəksiniz. Yəni, bundan da həmişə deyərlər də, böyle ümumi mücərrət danışır deyə praktiki göstəriş. Praktiki göstəriş belə. Belə eləsən düzələcəksən. Davamlı eləsən, düzələcəksən.